Salam değerli halkım. Zəhmət olsa bir dənə bu görüntüye bakın. Allah qəbul eləsin. Allah kəslə bütün qurbanları qəbul eləsin. Verəcəm, hamıza verəcəm. Vallahi qutardı, gedib gətirib hamınıza verəcəm. Vallahi hamınıza verəcəm. Hamıza vereceğim diye. Ətə möhtac olmuş xalq. Bir saniyede 280 dollar neftten gelen geliri olan Azerbaycan halkı. İlham Əliyev görə Azerbaycanı ne vəziyyətə salıb ki, bir tikə ətdən ötəri hamı zombi kimi daraşıb ətin üstünə. Bura Zimbabwe değil, bura Azerbaycandır. Azerbaycan. İlham Əliyev Azerbaycan kişilərini baxın bir tikə ətə möhtac eləyib. Bir tikə ətə möhtac eləyib. Amma özləri zəngin yaşayırlar. Azerbaycan xalqı. Niye qalxmırsınız ayağa? Bak sizi belə sındırıb Əliyevlər. Niye ayağa qalxıb haqlarınızı yuxularınızı tələb eləmirsiniz? Hə? Bu Azerbaycan elə %1% görüntüsü diye. Bilirsən nə qədər ailələr belə ətə möhtacdır.